Salam, hər vaxtınız xeyir olsun. Bugün mən moruqlu peçenyalar hazırladım. Peçenyanın tərkib hissəsini aşağıda izahlı şəkildə qeyd edəcəyəm. Burada sizə içliyi necə hazırlayıram, onu göstərirəm. Dadı cheesecake dadında və çox ləzzətli idi. Mən içliyi peçenyalarda az istifadə etdim, lakin siz cheesecake dadını çox sevirsinizsə, mütləq çox istifadə edin. İçliyin çox istifadə olunması həm dad olaraq, həm də görüntü olaraq daha gözəl olur. Çünki rəngli bir peçenyanın içində ağ cheesecake görüntüsü möhtəşəm görünür. Ümumilikdə peçenyalar çox dadlı idi. Lakin görünüşü dadından da çox gözəl idi. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun.